Taksi sürücülərin diqqətinə bu tarixdən etibarən məhz sürücülər üçün imtahan başlayır. Gündəm xəbərin efirində 24 avqust tarixli məlumatımız isə belədir. Dövlət İmtahan Mərkəzi məhz xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobil sürücüləri üçün oktyabrın 1-də imtahan keçirəcək və bu barədə imtahanda iştirak etmək üçün müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyən şəxslərin məlumatları mərkəzə təqdim olunub. Həmin şəxslər avqustun 24-ü saat 12-dən sentyabrın 20-si saat 18:00-da qeydiyyatdan keçməlidirlər. Qeyd eləyək ki, imtahanda iştirak etmək istəyən şəxslər ilk növbədə Dövlət İmtahan Mərkəzinin internet saytında şəxsi kabinet yaratmalı, daha sonra müvafiq elektron xidmət vasitəsilə qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak ödənişlidir. Namizədlər şəxsi kabinet yaratdıqdan sonra hesablarına 35 manat məbləğində vəsait əlavə eləməlidirlər və qeydiyyatdan keçəndən sonra imtahanda iştirak etməyən namizədlərə ödənilən məbləğ geri qaytarılmayacaq deyə bildirilir. Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron məhz imtahanlar korpusunda, o da Bakı şəhər Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 50 və eyni zamanda Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatandan sonra imtahana 3 gün qalmış Dövlət İmtahan Mərkəzinin internet saytındakı müvafiq elektron xidmət vasitəsilə əldə eləyə biləcəklər. İmtahan müddəti 1 saat olacaq və namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişinin daşımasını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq və hər düzgün cavab 1 balla qiymətləndirilmiş olacaq və hər düzgün cavab 1 balla qiymətləndirilməndən ziyadə səhv cavablar isə düzgün cavabların nəticəsinə heç bir təsir göstərməyəcək. Bu da müsbət bir haldır. 10 və daha çox bal toplayan namizədlər imtahanı müvəffəqiyyətlə vermiş hesab olunacaqlar və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim olunmuş olacaq. Hər kəsə imtahanda uğurlar arzulayırıq.